Ata, bizi buraya yığdın, amma heç nə özün danışmırsan. Bu rəvandan səs soxu yoxdur. Onlar adım atmamış, biz onları bitirməliyik. Tural, bugün sormazlar görüş, artıq adım atmağın vaxtıdır. Rüstəm üçün danışmışam, yaxın vaxtla gəlir Azərbaycana. Nişana az qalıb. Ata, neçə dəfə deyim? Mən bu qızla danışmayacağam. Neçə dəfə deyim bu? Bizim dünyamız ayrıdır. O dünya pərəs xəyal bir qızdır. Mən isə sənin oğlum. Onu mən bədbəxt eləyəcəm. Bədbəxtlik, bizdə xoşbəxtlik yoxdur Tural. Bizdə güc var. Ayazovların torpaqları, torpaq sahələri bizlər üçün vacibdir. Tam başı gəlməyəcəkdən Tunisiyadan. Alo. Sen benim kendimi bu tesadüf kaçırırsan, hayatımda bir kulaklı bir olacak. He? Bu hərəkətinə bir qarşı verəcəm mən. Arzu hardadır? Səs gəlmir. Mənim sizə sözdür. Harda olacaq? Əlbəttə ki, məramdadır. Səni öldürəcəm Fəqan. Mənim qardaşıma zərər dəysə var ha. Alo. Alo. Nə oldu? Qızı evine apardın? Rəvan heç eləmir ki. Sən bizi biabır elədin. Bir dənə qızı qoruya bilmədin. Şərəfimizi alçatdın. Rüstəmin yanında bizi biabır elədin. Ata, mən heç istəyəməmişəm. O qızı rəvan qaçırdıb, mən də qurtarmışam. Ayrıca o qıza toxunmuyor. Sus, danışma. Ata. Başımız sağ olsun. Oğlum getdi aslan. Mənim qanım niyə töküldü? Bunun edəni tapıb, özüm cəzasını çəkəcəm. Biz yıxılmamışıq ata. Mən buradayım. Sənin sağ qolun kimi nə lazımsa edəcəm. Qardaşım Tural'ın qanını yerdə qoymarıq ata. Elədir, sən buradasan. Düşmənlərə gücümüzü göstərməliyik. Sormazlı olan nişan pozulmayacaq. Sormazla sən evlənəcəksən. Nə? Ata sən nə danışırsan? Tural'ın heç qırxı çıxmayıb. Həm də solmaz. O Tural'ın nişanlısı olacaqdı. Yox. Yox, mən bunu edə bilmərəm. Bunu məndən istəmə. Qardaşın yoxdur artıq. O ailə ilə ittifaqı hər zaman qoyacaqsan. Rüstəm olmasa belə, o xanım evə gəlin gəlməlidir. Bizdə adət belədir.
Aslan, əgər o qız başqasına getsə, biz biabı olarıq. Seçim sənindir.